Hər vaxtınız xeyir, obyektiv efirdədir. Rəqəmsal xidmətlərin sürətlə genişləndiyi bir dövrdə vətəndaşlara daha rahat, çevik və şəffaf imkanlar təqdim etmək əsas prioritetlərdəndir. Eyni zamanda bu inkişaf informasiya təhlükəsizliyinə, xüsusilə də pensiyaçı və yaşlı vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarının qorunmasına yeni məsuliyyətlər yaradır. Telefon zəngləri, saxta mesajlar, naməlum linklər, texnologiya rahatlıqla bərabər riskləri də özü ilə gətirir. Bu risklərdən necə qorunmaq olar? Kiberdələduzlar kimləri və hansı yollarla hədəfə alır? Pensiyaçıların kiberdələduzluq risklərinə qarşı rəsmi səviyyədə hansı texnoloji və təşkilati mexanizmlər tətbiq edilir? Bugünkü verilişimizdə bu suallara sadə və aydın cavablar tapacağıq. Son vaxtlar süni intellekt alətləri vasitəsilə də dələduzluq halları artır. Növbəti müsahibəmizi izləməyinizi tövsiyə edirik. Pensiyaçıları hədəfə alan yeni təhlükələr barədə müsahibimiz ətraflı və təfərrüatlı məlumatı bizimlə bölüşüb. Biz hazırda sürətlə inkişaf edən texnoloji dövrdə yaşayırıq. Xüsusilə süni intellekt artıq gündəlik həyatımıza daxil olmuşdur. Telefonlardan tutmuş bank xidmətlərinə, dövlət işlərinə qədər hər sahədə istifadə olunur. Bu inkişaf faydalıdır, amma eyni zamanda yeni və təhlükəli problemlər də yaradır. Bugün danışdığımız mövzu süni intellektdən istifadə edilərək edilən dələduzluqlardır. Xüsusilə də pensiyaçıların və yaşlı insanların hədəf olunmasıdır. Artıq təkcə bizim ölkədə yox, bütün dünyada ciddi problemə çevrilmişdir. Burada söhbət sadəcə texnologiyalardan getmir. Bu insanların qorxularından və etibarından sui-istifadə edilməsidir. Əvvəllər dələduzlar sadə zənglərlə və ya mesajlarla aldadırdılar. İndi isə vəziyyət daha təhlükəlidir. Süni intellekt vasitəsilə insanın səsini və ya video görüntüsünü demək olar ki, tam eynisinlə təqlid etmək mümkündür. Sosial şəbəkələrdə paylaşılan bir neçə səs və ya video kifayətdir ki, o səs klonlansın. Sonra da dələduzlar zəng edib özlərini bank işçisi, polis, dövlət qurum əməkdaşı, hətta ailə üzvü kimi təqdim edirlər. Oğlunuz qəzaya düşüb, hesabınız bağlanır, təcili pul göndərin kimi sözlərlə insanlarda panika yaradılır. İnsan qorxu içində düşünmədən pul göndərir və aldadıldığını sonradan anlayır. Sosial şəbəkələrdə şəxsi məlumatları, xüsusilə səs və videolarınızı mümkün qədər az paylaşmamız xahiş olunur. Çünki bu materiallar dələduzların ən əsas xammalıdır. Digərsə ailə daxilində sadə, amma az effektiv bir üsul var. Məsəl üçün, yalnız ailə üzvlərinin bildiyi gizli söz və ya sual-cavab. Dələduz bunu bilmədiyi üçün özünü ələ verir. Məlumatlı insanı aldatmaq daha çətindir. Bəli, bu ildə xəbər ənənəmiz davam edir. Sosial sahədə baş verən əsas xəbərləri Dost TV ilə birbaşa bağlantıda eşidəcəyik. Əsmər, hər vaxtın xeyir. Salam xanım, hər vaxtınız xeyir olsun. Dost TV-nin studiyasından hər kəsi salamlayıram. 2026-cı ilin ilk həftəsində sosial sahədə nələr baş verib, indi ətraflı şəkildə təqdim eləyəcəm. Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə bayram şənliyi təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Onlar Sosial Xidmət müəssisəsinin sakinləri ilə görüşərək birlikdə bayram süfrəsi arxasında səmimi söhbət edib, müəssisədə ahıllar üçün yaradılan şəraitlə tanış olublar. Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədi ilə növbəti peşə hazırlığı kursuna başlanıb. Kurs agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ Dost TV filialı ilə birgə inklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub. Görmə məhdudiyyətli şəxslərin cəlb edildiyi bir aylıq kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir. Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib. Mənzillər Bakı və Naftalan şəhərlərində Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qaza, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib. Post-müharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7.000-dən çox, ümumilikdə ötən dövrdə 16.000-ədək mənzil və fərdi ev təqdim olunub. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə media tur olub. Media nümayəndələri müəssisədə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə tanış olublar. Media tur zamanı mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı
pilot layihəyə dair məlumat verilib. Bildirilib ki, portal vasitəsilə mərkəzin benefisiarları olan həssas qruplara aid şəxslərin və təlimçilərin hazırladıkları əl işləri daha geniş auditoriyaya təqdim ediləcək. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzində sosial sahə üzrə elektron xidmətlərin təşviqinə həsr olunmuş hakaton təşkil olunub. Hakatonda Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 12 komanda iştirak edib. Ən yaxşı nəticə göstərən 3 komandaya mükafatlar təqdim edilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun. Obyektiv davam edir. Xanım söz sizdədir. Hələlik. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Sosial xülasə ilə tanış olduq. Obyektiv izləyirsiniz. Qonağımız artıq studiyamızdadır. Pensiyaçıları hədəfləyən kiberdələduzluq üsullarında müşahidə olunan son tendensiyalar, bank kartları ilə bağlı əsas təhlükəsizlik prinsipləri, eləcə də vətəndaşların belə hallarla üzləşdikdə hərəkət etməli olduqları ardıcıllıq. Bununla yanaşı, e-sosial platformasında şəxsi məlumatların qorunması və vətəndaşların gündəlik kiber-gigiyena vərdişlərinin əhəmiyyəti müzakirəmizin diqqət mərkəzində olacaq. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Cəlal Süleymanovla faydalı bir buraxılış sizi gözləyir. Cəlal müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Mən də sizi və tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirəm dəvət üçün. Bugünkü mövzumuz kifayət qədər aktualdır, gündəmdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərə keçidi genişləndikcə vətəndaş məlumatlarının təhlükəsizliyinin qorunması da təbii ki, prioritet halına gəlir. Siz necə sistemli şəkildə bu məlumatları qoruyursunuz və tətbiq edilən əsas texnoloji, eyni zamanda təşkilati yanaşmalar nələrdir? Təşəkkür edirəm. Bugün pensiya, sosial yardımlar, ünvanlı sosial yardımlar və bir çox xidmətlər elektron formada həyata keçirilir. Hal-hazırda Nazirlik üzrə 142 xidmət elektronlaşıb, bunlardan 51-i tam proaktiv qaydada həyata keçirilir və bu o deməkdir ki, vətəndaş müraciəti olmadan bu xidmətlər həyata keçirilir. Təbii ki, bu proseslər vətəndaş üçün kifayət qədər rahatlıq yaradır, amma eyni zamanda informasiya təhlükəsizliyi baxımından müəyyən riskləri aktuallaşdırır. Və bu qeyd olunan informasiya təhlükəsizliyi risklərinin idarə olunması üçün bizim Nazirlik tərəfindən həm texniki, həm təşkilati yanaşma tətbiq olunur. Belə ki, 2023-2027-ci il çərçivəsində informasiya və kiber təhlükəsizlik strategiyasının baxımında bizim Nazirliyimiz icraçı qurumlardan biri kimi bir sıra məsələlərin həyata keçirilməsində yaxından iştirak edib. Bu strategiya çərçivəsində bir sıra dövlət qurumlarında informasiya təhlükəsizliyi struktur bölmələrinin formalaşdırılmasıdır, kadr təhlükəsizliyinin inkişaf etdirilməsidir. Bundan başqa informasiya təhlükəsizliyi mütəxəssislərinin əməyinin stimullaşdırılması baxımından bir sıra konkret addımlar atılmışdır. Əsas məsələlərdən biri e-sosial platformasında vətəndaşların şəxsi məlumatlarının qorunmasının və bu prosesin bir qədər formalaşdırılmasıdır. Belə ki, artıq vətəndaş deməli, fərdi məlumatlar haqqında qanuna əsasən öz şəxsi məlumatlarına baxış icazəsini özü verəcək. Yəni, vətəndaşın icazəsi olmadan onun fərdi məlumatları sorğulanmayacaq. Bu, həm vətəndaşa bir qanun tərəfdən bir düzgün formalaşdırılacaq, həm də vətəndaşın öz şəxsi məlumatlarını daha güvəndə saxlanmasına şərait yaradacaqdır. Bundan başqa Nazirliyin belə deyək, ictimaiyyətə açıq olan elektron xidmətlərin qorunması üçün bir sıra böyük layihələr həyata keçirilmişdir. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzindən tərəfindən idarə olunan təhlükəsizlik əməliyyatları bölməsi vasitəsilə biz davamlı monitorinq olunur ki, bir təhdid əməliyyatları və hər hansı bir insident baş verdikdə dərhal ona qarşı reaksiya verilir. Bu il ərzində təkcə bizim elektron xidmətlərə milyonlarla kiberhücum cəhdi qeydə alınmışdır. Bu kiberhücum cəhdlərinin əksəriyyəti demək olar ki, bizim Nazirlik tərəfindən tətbiq olunan təhlükəsizlik mexanizmləri tərəfindən sistemlərə çatmadan blok olunmuşdur. Və eləcə də Azərbaycan ərazisindən məhdud sayda IP ünvanlar tərəfindən kiberhücumlar biz qeydə almışıq. Onlar da operativ şəkildə dərhal aşkar olunmuşdur, onlara qarşı reaksiya verilmişdir və
bunlar haqqında detallı məlumatlar da Dövlət Təhlükəsizlik Xidmətinə təqdim olunmuşdur. Cəlal müəllim, pensiyaçıların kiberdələduzlar üçün əsas riskli qrup kimi müəyyən edilməsinin səbəbləri nələrdir və ümumiyyətlə dövlət tərəfindən bu risklər necə qiymətləndirilir? Pensiyaçıların əsasən kiberdələduzluq hallarına qarşı əsas səbəbi odur ki, bu kateqoriyadan olan insanların əsasən rəqəmsal savadlılığının bir qədər məhdud olmasıdır. Ona görə də kiberdələduzlar bu tip kateqoriyalara pensiya artım altında, sosial ödənişlər altında inandırıcı ssenarilər qururlar. Bundan başqa pensiyaçılar əsasən belə deyim, gələn zənglərə, daxil olan SMS-lərə tələsik reaksiya verə bilən bir kateqoriyalardır. Ona görə də bu onları risk qrupuna daxil edir. Təbii ki, bu risklər bizim nazirlik tərəfindən yəni yüksək prioritetləşdirilir. Ona görə bunlar həssas qruplardır. Ona görə də pensiyaçıların kiberdələduzluğa qarşı daha həssas, daha dayanıqlı olması üçün belə deyim, maarifləndirilmə tədbirləri davamlı həyata keçirilir. İstər sosial şəbəkələr üzərindən, istər TV üzərindən bu proseslər davamlı olaraq həyata keçirilir. Hazırda pensiyaçıları hədəfləyən əsas kiberdələduzluq üsulları hansılardır və bu risklərin qarşısını almaq üçün necə düşünürsünüz? Dövlət vətəndaş əməkdaşlığı necə qurulmalıdır? Hazırda pensiyaçıları hədəfləyən kiberdələduzluq üsullarını əsasən iki tendensiyaya ayırmaq olar. Birinci tendensiya əsasən SMS və e-post vasitəsilə daxil olan mesajlardır. Hansı ki, bu mesajlarda bilinir, göstərilir ki, məsəl üçün müəyyən pensiya məbləğini öyrənmək üçün müəyyən linkə tıklayın və yaxud da müəyyən sosial ödənişləri almaq üçün müəyyən kart məlumatlarını daxil edin və vətəndaş da öz kart məlumatlarını ora daxil edərək bu kiberdələduzların əlinə keçirilir. Yəni bu açıq, aşkar məlumat oğurluğudur. İkinci tendensiya isə müşahidə etdiyimiz belə deyim, Instagram, TikTok kimi sosial şəbəkələr üzərindən Nazirliyin adına saxta səhifələr yaradılır. Hansı ki, bu saxta səhifələrdə yenə də vətəndaşı aldadaraq müəyyən pensiya məbləğini sizə öyrənib deyə bilər və yaxud da ki, belə deyim, sosial sizin ödənişinizi artırmaq üçün kart məlumatını təqdim edin kimi mesajlar olur və vətəndaşın şəxsi məlumatları oğurlanır. Məsələlərin qabağını bir qədər almaq üçün dövlət vətəndaş prinsipi iki yerə bölünməlidir. Birinci növbədə dövlət tərəfindən təbii ki, qorunma tədbirləri, maarifləndirilmə tədbirləri artırılmalıdır. Bu zaten davamlı olaraq həyata keçirilir. İkinci növbədə bu insident baş verdikdə vətəndaşı rəsmi dövlət qurumlarını məlumatlandırmağı təşviq etmək lazımdır. Yəni bu təşviqat prosesi davamlı olsa, kiber insidentlərə qarşı daha güclü müdafiə yarada bilər. Məsəl üçün, bunlardan biri bizim elektron təhlükəsizlik xidməti dövlət qurumudur ki, vətəndaşlar hər hansı bir insident baş verir. İstər vətəndaş, istər qurum olsun, yəni onlara mərkəzləşmiş şəkildə onlara məlumat verilsə, məncə daha güvənli bir mühit yarada bilərik. Sözünüzə qüvvət, qeyd edim ki, Elektron Təhlükəsizlik Mərkəzi ilə DOST mərkəzləri arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Respublika üzrə yerləşən bütün DOST mərkəzlərində məhz Elektron Təhlükəsizlik Mərkəzinin hazırladığı maarifləndirici video çarxlar yayımlanır ki, bu yolla da DOST mərkəzlərinə gələn müxtəlif yaş kateqoriyalarından olan vətəndaşlarımız maariflənir, onlara ekranlarda faydalı məlumatlar təqdim olunur ki, öz şəxsi məlumatlarınızı qoruyun, əməl edin və birlikdə informasiya təhlükəsizliyimizi təmin edək. Buna görə də Elektron Təhlükəsizlik Mərkəzinə təşəkkürümüzü bildiririk. Cəlal müəllim, istərdim bank kartları məsələsinə toxunaq. Bu bank kartları ilə baş verən fırıldaqlığı, kiberdələduzluğu minimuma endirmək üçün əsas həll yolları nələrdir? Bank kartlarına qarşı olan kiberdələduzluğu aradan qaldırmaq üçün minimal 3 prinsip mövcuddur ki, birinci növbədə kart məlumatları PIN kodudur, CVV kodudur, heç bir halda üçüncü şəxsə vermək olmaz. Bu, kart məlumatının yalnız şəxsin özünə aiddir. İkinci növbədə hər hansı bir şübhəli hal baş verdikdə, yəni rəsmi mənbələrdən dəqiqləşdirilməlidir. Məsələn, sosial sahədə hər hansı bir şübhəli hal vəziyyət baş veribsə, 142 dost çağrı mərkəzindən dəqiqləşdirmək lazımdır ilk növbədə.
Üçüncü hal isə diqqətə yetirmək lazımdır ki, vətəndaşlardan heç vaxt istər dövlət qurumları olsun, istər bank olsun, heç vaxt sosial şəbəkə üzərindən, SMS üzərindən kart məlumatları istənilmir. Yəni belə bir hallarla qarşılaşsalar, bu açıq-aşkar dələduzluq faktıdır. Cəlal müəllim, tutalım ki, bir vətəndaş, bir pensiyaçı kiber dələduzluğun qurbanı oldu. İlk növbədə atmalı olduğu addım hansıdır? Tələsik qərar vermək olmaz. Rəsmi mənbələrdən hadisəni dəqiqləşdirmək lazımdır. İkinci növbədə, əgər sizin bank kartınız hesab edirsinizsə, artıq oradan müəyyən vəsait silinib, bankla əlaqə yaradıb, bank həmən kartı bloklatdırmaq lazımdır. Müəyyən application-dan istifadə olunursa, orada girib kartı bloklamaq lazımdır. Eyni zamanda hüquq mühafizə orqanlarını paralel olaraq məlumatlandırmaq lazımdır ki, burada rəsmi olaraq qeydiyyata düşsün ki, yəni bu addımlar belə davamlı atılsa, koordinasiya şəkildə atılsa, daha böyük riskin, insidentin qarşısını almış olarıq. Təşəkkür edirəm. Cəlal müəllim, istərdim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial portalı barədə danışaq. E-sosial portalı eyni zamanda mobil tətbiqi vətəndaşlar tərəfindən kifayət qədər istifadə olunandır və istifadəçi sayı da ay-bay artır. Vətəndaş e-sosialdan istifadə edərkən öz şəxsi məlumatlarını necə qoruya bilər və hansı ümumiyyətlə kibergigiyena qaydalarına əməl etməlidir? E-sosial platformasında vətəndaşın şəxsi məlumatlarının qorunması ümumiyyətlə Nazirliyin informasiya təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. Bu platforma əsasən həm texniki, həm təşkilati təhlükəsizlik prinsipləri əsasında yaradılmışdır. Təbii ki, burada arxa planda texniki təhlükəsizlik məsələləri daima inkişaf etdirilir, amma burada vətəndaşın da üzərinə yəni müəyyən qədər bir iş düşür, hansı ki, vətəndaş da müəyyən kibergigiyena qaydalarına əməl etməlidir. Hansı ki, e-sosial platformasına daxil olduqda, orada digital loqinlə giriş etdikdə həm SEMA elektron imza girmək olur, həm də identifikasiya istifadəçi parolla, əgər istifadəçi adı parolla daxil olursa vətəndaş mütləq iki faktorlu autentikasiyanı aktiv etməyi tövsiyə edirik ki, əgər o user istifadəçi adı parol ələ keçsə, müəyyən SMS telefonuna gəlir ki, bu da onun risklərini biraz azaltmış olur. İkinci növbədə vətəndaşın istifadə etdiyi cihazın viruslardan qorunmasına bir əmin olmalıdır. Ora lisenziyasız proqramların yazılmasının qarşısı alınmalıdır. Vətəndaş öz şəxsi cihazından yox, digər üçüncü tərəfin cihazından istifadə edirsə daha diqqətli olmalıdır. Məlumatları üçüncü şəxsə, tərəfə ötürməməlidir və bunlar hamısı sistemli şəkildə, yəni vətəndaşın şəxsi məlumatlarının qorunmasını təmin edir. Və sonda istərdim bu məqamında toxunaq. Yaxın illərdə sizcə kiber dələduzluğun inkişafı necə gözlənilir? Çünki texnologiya inkişaf etdikcə təbii ki, bunun müsbət bizə tərəfləri olursa mütləq şəkildə istəməsək də mənfi istiqamətdə də inkişafının necə deyək, şahidi oluruq. Sizcə hansı strateji addımlar atılmalıdır ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi olaraq? Artıq kiber dələduzlar müəyyən səs yazılarını, müəyyən qurumları, real qurumları təqlid edən texnologiyalardan istifadə edirlər. Ona görə də onlara qarşı mübarizə artıq çətinləşmişdir. Ölkəmizdə 2025-2028-ci il süni intellekt strategiyası qəbul olunmuşdur. Təbii ki, bu strategiyadan yəni yaranan müəyyən riskləri də nazirlik olaraq biz nəzərə almışıq. Yəni 2026-cı ildə bu yaranan risklərə qarşı müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda 2026-cı il üçün az öncə dediyimiz kimi müəyyən dövlət qurumları ilə birgə əhalinin rəqəmsal savadlığının artırılması istiqamətində işlərin aparılmasını planlaşdırırıq. Yəni bunlardan biri təbii elektron təhlükəsizlik xidmətidir. Yəni onlarla birgə müəyyən rəqəmsal savadın artması, maarifləndirmə istiqamətində layihələr nəzərdə tuturuq. Burada məqsədimiz təkcə texniki tədbirləri gücləndirmək deyil, artıq
vətəndaşı da bu prosesə daxil etmək üçün maarifləndirilsin. Bu gün artıq informasiya təhlükəsizliyi sosial müdafiənin tərkib hissəsidir. Əgər vətəndaşlarımız diqqətli olsa, daha diqqətli olsa, birlikdə daha güclü bir sosial mühit yarada bilərik. Təşəkkür edirəm gəldiyiniz üçün və suallarımıza ətraflı şəkildə cavab verdiniz. Çox sağ olun. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Cəlal Süleymanov qonağımız idi. Obyektivdə pensiyaçıların kiber təhlükəsizliyi məsələsinə toxunduq. Sonda iş yerində təhlükəsizlik qaydaları ilə bağlı maraqlı bir video çarxımız var. İzləyək, maariflənək və əməl edək. Bugün sizə iş mühitində informasiya təhlükəsizliyi qaydaları haqqında məlumat verəcəyik. İstifadəçi hesablarınızın parollarını qeyd vərəqlərinə yazaraq açıq yerlərdə saxlamayın. Korporativ elektron poçtunuza daxil olan naməlum və şübhəli məktublardakı keçidlərə və fayllara klikləməyin. Belə hallar baş verdiyi zaman İnformasiya Təhlükəsizliyi Departamentinə məlumat verin. Məxfi məlumatları özündə əks etdirən sənədləri zibil qabına atmaq yerinə şredderlə məhv edin. Əgər şredder yoxdursa, əlinizlə kiçik hissələrə bölüb daha sonra zibil qablarını ata bilərsiniz. Ən vacib qaydalardan biri, iş masanızı tərk edərkən kompüterlərinizi kilidləməyi unutmayın. Bəli, informasiya təhlükəsizliyi ortaq məsuliyyətimizdir. Hər birimizin diqqəti və seçimi ilə başlayır. Nəyə klik etdiyimizə diqqət edək, məlumatlarımızı qoruyaq, təhlükəsizliyimizi təmin edək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.